Xanımlar və cənablar, efirdə 61 verilişidir. Bugün bizimlə oynayan tələbələrlə tanış olun. Azərbaycan Tibb Universitetindən İlahə Sadıqova, Bakı Biznes Universitetindən Səməd Səmədov, Ada Universitetindən Nilüfər Tağıyeva, verilişin aparıcısı Nərmin Knyazı salamlayaq. İctimai Televiziyanın efirində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 istəyirsiniz. Hər birinizi xoş gördük. Bu mövsümdə bildiyiniz kimi 61-də tələbələr yarışırlar. Hələ ki 9-da 1 oyunlarımız davam etməkdədir. Bugün də növbəti 3də 1 finalçını seçəcəyik. Qaydalarımız isə dəyişməz olaraq qalır. 2 raund oynayırıq, sonda final raundunda qalibi müəyyənləşdiririk. Və qeyd edim ki, böyük finalda tələbələrdən biri məhz 5000 manat pul mükafatını qazanacaq. Gəlin bugünün qalibini artıq müəyyənləşdirməyə başlayaq. İlk raunda keçid alırıq, 6 mövzumuz belədir. Xalçalar, İşıq mənbələri. Musiqi mövzusunda oynayacağıq. Məktəb riyaziyyatı. Nəqliyyat. Ardıcıl 2 sait. Ardıcıl 2 sait olan sözləri eşidərik. Hətta həmin saitləri sizə deyəcəm. Səməd, buyurun seçim edin. Məktəb riyaziyyatı 50. Aralarında Eyler ədədi yerləşən 2 tam ədəd. İlahə. 2 və 3 nədir? Eyler ədədi təxminən 2,7-yə bərabərdir. 2 və 3-dən söhbət gedirdi. Doğrudur. Məktəb riyaziyyatı 40. Həndəsi silsilənin növbəti həddi -2, 4, -8, 16. Səməd. -32 nədir? Doğrudur Səməd. Məktəb riyaziyyatı 30. Ortaq mərkəzli çevrələr üçün həndəsədə qəbul olunmuş ad. Səməd. Eyler-Venn diaqramı nədir? Yox. İlahə. Konsentrik çevrələr nədir? Doğrudur. Nəqliyyat 30. İvritcə hərfi tərcüməsi naqilli elektrik avtobusu olan nəqliyyat növü. Səməd. Trolleybus nədir? Tramvay qatara bənzəyir, avtobusu isə trolleybus bənzəyir. Doğrudur. Nəqliyyat 40. Aşağı stansiyası Afinada Kolonaki, Bakıda isə Bəhramgür adlanan nəqliyyat növü. Nilüfər. Funikulyor nədir? Doğrudur. Ardıcıl 2 sait 50. OE Olimpiya yarışlarında xüsusən tək nəfərlikdə ən ləng qayğı növü. Səməd. Kanoe nədir? Bəli. Ardıcıl 2 sait 40. EE əngəl. Nilüfər. Maniyə nədir? Doğrudur. Musiqi 50. Aysel ilə Avroviziyada oxumuş İsveçli. Görəsən İsveçlilər Ləbafzadə soyadını necə tələffüz edirlər? Nilüfər. Araş kimdir? Bəli, doğrudur. Musiqi 40. 1960-cı illərdə Avropa və Yaponiyada YY musiqi üslubuna adını vermiş söz. Səməd. Hip-hop nədir? Yox. Bu ingilis sözü yesdir. Musiqi 30. Royal və pianinonu adlandırmaq üçün istifadə edilə bilən, amma arqan və klavesinə aid olmayan 10 hərfli söz. Söhbət fortepianodan gedirdi. Davam edək. Musiqi 20. 30 il öncə öz rəsmi kuklasını buraxan musiqiçi. Kukla Black or White mahnısını oxuyurdu. Nilüfər. Michael Jackson kimdir? Bəli, Black or White Michael Jackson'ın hitlərindən biridim. Davam edək. Musiqi 10. 2000-ci illərin əvvəllərində musiqi həvəskarları üçün iPod qatilini yaradan şirkət Zune Player'i Windows vasitəsilə idarə olunurdu. İlahə. Microsoft nədir? Doğrudur. İşıq mənbələri 40. İşıqlandırıcı qurğusu 140 il öncə mühəndis Louis Sote və Paul Lemonnier tərəfindən quraşdırılan Bakı yaxınlığındakı tikili. Səməd.
Mayak nədir? Narkin mayak nədir? Söhbət böyük sirədəki mayakdan gedirdi. Bəli, mayak nədir? Davam edək. Ardıcıl 2 sayt 30. AA. ABŞ ordusuna bazuka adlandırılan silah üçün istifadə etdiyimiz mürəkkəb söz. Analoji silahı biz qumbara atan adlandırırıq. Ardıcıl 2 sayt 20. AO. Orta olmayan, əksinə ən böyük qan damarı. Səməd. Aorta nədir? Odur Səməd. İşıq mənbələri 30. Gələn ilin 1 yanvarından ölkəmizdə elektrik lampalarının icazə veriləcək maksimal gücü. Daha sərfəli LED lampaları təşviq etmək üçün elektrik lampaların gücü 60 wattdan az olacaq. Xalçalar 50. 1947-ci ildə Cəfər Cabbarlının portreti olan xalça yaratmış xalçaçı rəssam. Səməd. Lətif Kərimov kimdir? Lətif Kərimov dramaturqun 48-ci il dönümünü belə qeyd etmişdi. Bəli. Xalçalar 40. Şamaxıda gözəl xalçaların satıldığını yazan 17-ci əsr Alman səyahətçisi. Səməd. Oliari kimdir? Bəli, doğrudur. Xalçalar 30. Altayda tapılmış və Pazırıq mədəniyyətinə aid dünyanın ən qədim xalçasının saxlandığı Rusiya muzeyi. Nilüfər. Ermitaj nədir? Doğrudur Nilüfər. Demək. Xalçalar 20. Belə növ xalçalarımızın qafiyələnən adı. Sözün düzü cavab göz qabağındadır. Xalçada görürsünüzsə atlar və itlərdir. Atlı itli xalça adlanır. Davam edək. Xalçalar 10. 19-cu əsr Amerikan ixtiraçısı Melville Bissell'ın xalça süpürən adlandırdığı ixtira. Səməd. Toz soran nədir? Bəli, Səməd odur. Nəqliyyat 50. Romanın qəhrəmanları orada 5 həftə vaxt keçirsə də, özü hava şarında cəmi yarım saat uçan fransız yazıcısı. Səməd. Jules Verne kimdir? Bəli. Davam edək. Nəqliyyat 20. Yol hərəkəti qanununun 1-ci maddəsində idarə edən şəxsin əzələ enerjisi ilə hərəkətə gətirilən vasitə kimi tərcümə edilən nəqliyyat vasitəsi. İlahə. Velosiped nədir? Doğrudur İlahə. İşıq mənbələri 50. Uşaqlar, qorxmayın, məndə fənər var replikasından sonra sarayın zirzəmisində təqib davam edilən film. İlahə. Sehirli xalat nədir? Bəli, doğrudur. Məktəb riyaziyyatı 20. İkili say sistemində 13 ədədinin yazılması zamanı istifadə olunan iki simvol. Səməd. 1 və 0 nədir? Doğrudur Səməd. Ardıcıl 2 sayt 10. İA bizim planet üçün 12.756 kilometr təşkil edən göstərici. Səməd. Diametr nədir? Yerin diametrindən söhbət gedirdi. Bəli. İşıq mənbələri 10. Mədələrindəki Lusiferin üzvi maddəsinin oksidləşməsinin nəticəsi adi gözlə görülə bilən həşəratlar. Nilüfər. İşılda böcək nədir? Bəli. İşıq mənbələri 20. Təəccübləndiniz Nilüfər, heç Bəli, gözləmirdiniz. gözləmirdim. Günün fürsəti qarşınıza çıxa bilər. Hansı xalla gediş edirsiniz? 190 xalınız var bu arada. Biraz çətin məqamdır. İstəyirsiniz rəqiblərin xalında deyim. İlahənin 160, Səmədin 290 xalı var. Olsun 100 xal. 100 xalla istəyirsiniz gediş edəsiniz. O zaman 100 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Diqqətli olun. 200 il öncə tez əriyən parafindən hazırlanmağa başlanılan işıq mənbələri. Şam nədir? Buna qədər şamları mumdan hazırlayırdılar. Doğrudur Nilüfər, təbrik edirəm. Davam edək. Məktəb riyaziyyatı 10. Paralel proyeksiyalandırma zamanı. Trapesiyanın müstəvidə proyeksiyası. Trapesiyanın proyeksiyası elə trapesiyadır. Nəqliyyat 10.
İlk şəxsi nəqliyyat vasitəsi Nimbus 2000 süpürgəsi olan Sehirbaz. Səməd. Harry Potter kimdir? Odur Səməd. Beləliklə biz bütün cavabları oynadıq və ilk raundu da sonlandırdıq. Gəlin baxaq görək xallarınız necədir. İlahə 160 xalla ilk raundu bitirirsiniz. Nilufər, sizin 290 xalınız var. Səməd, siz isə 300 xalla ikinci raunda keçid alırsınız. Amma hələ ki bu son deyil, ikinci raundda nəticələr dəqiq dəyişir. İctimai Televiziyanın efirində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 verilişidir. Belə ki, biz bugünkü oyunun artıq ilk raundunu geridə qoymuşuq. Birazdan ikinci raund əsas məqam, həyəcanlı məqam oynamağa başlayacağıq. Amma öncədən biz bugünkü iştirakçılarımızı daha yaxından tanıyaq. Xoş gəlmişsiniz hər biriniz. Nilufər, sizdən başlayaq. Bir balaca sizi tanıyaq. Tanıyaq. Siz vokalla məşğul olduğunuzu bizim üçün vurğulamısınız. Amma hüquqşünassınız həm də. Bəli, bəli. Bu təhsili alırsınız. Və demişsiniz ki, bu mənim əslində öz sahəmdə mənə köməyi olur. Necə bir köməyi olur? Bizdə belə deyək, model məhkəmə müsabiqələri keçirilir. Hüquqşünas tələbələr arasında, hüquqşünasların özü arasında. Orada qiymətləndirici meyarlardan biri də əslində necə danışmaq lazımdır, ondan ibarətdir. Aha. Bu vokalın özü belə deyək də sırf oxumaqla bağlı olmasa da vokalın özü mənə şəxsən özümə kömək eləyir ki, düzgün məqamda düzgün materialı belə deyək, daha düzgün səslə çatdırım. Bizdə həmin müsabiqələrdə danışacağımız material kifayət qədər uzun olur. Amma materialın vurğulamaq istədiyimiz, belə deyim də, əsas nöqtələri olur ki, biz onu düzgün çatdırmalıyıq. Ona görə burada vokalın da böyük rolu var ki, istənilən anda səsi qaldırasan, istənilən anda endirəsən. Daha dəqiq desək, səsini düzgün idarə edə Bəli, bilmək. bəli. Maraqlıdır. Oyunla bağlı nə deyə bilərsiniz Nilufər? Oyunla bağlı çox gərgin oyun gedir, özümdə gərginəm əslində. Rəqiblər arasında da xal fərqləri o qədər də belə deyim, böyük deyil. Ümid edirəm ki, yaxşı olar. Vokal təhsili alanda hər hansısa bir əsər ifa eləyirsiniz də yəqin ki. Eləmişəm, bəli. Qalib olsa söz verirsiniz bizim üçün qısa parça ifa eləyəsiniz. Qalib olsam baxarıq. Əla. Səməd, xoş gördük sizi də. Xoş gördük. Necə hiss edirsiniz özünüzü? Əla. Səməd, diqqətimi çəkən bir məqam o oldu ki, siz tarixlə bağlı Telegram kanalı yaratmışsınız. Buradan heç bir gözləntiniz yoxdur, yəni heç bir şəkildə qazanc əldə etmirsiniz. Sadəcə bir növ bu insanlara ödənişsiz xidmət, tarix sevənlərə. Hələlik elə görünür və elə davam edir. Mən əvvəlki bakalavr ixtisasım tarix olub deyə həmişə tarixlə maraqlanmışam və insanlara bəzən görürsən ki, bəzi tarixi faktları yanlış yerlərdən öyrənirlər və səhv məlumatlar əldə edirlər və belə bir növ mən də çalışıram ki, onlara daha düzgün məlumatları, yəni ən azından özümün güvəndiyim mənbələrdən verdiyim məlumatlarla onlara bir növ tarixi faktları da öyrənməkdə kömək edeyim. Düşünürəm ki, verilişimizin auditoriyası üçün maraqlı ola bilər. Bəlkə adını deyəsiniz kanalın? O vaxtın söhbəti. O vaxtın söhbət. Bu konkret faktlar üzərində formalaşan və bu faktları bölüşən bir kanaldır, yoxsa eyni formada necəsə, bilmirəm, hadisələri də mi bölüşür, yoxsa? Əsasən tarix faktlar və əsasən belə deyək, indi məsələn işlətdiyimiz bəzi şeylərin biraz köhnə keçmiş variantını əsasən də Sovet dövründəki olan bəzi variasiyalarını görmək olar orada və daha çox əsasla elə keçən əsrlə bağlı məlumatları paylaşıram. Bilirsiniz, Səmədlə maraqlı olardı. Bununla bağlı podkast barədə düşünəsiniz. Düşünürəm və olacaq yaxında. Uğurlar sizə. Sağ ol. Mənə çox maraqlı olacaq izləmək. İlahə, xoş gördük. Çox sağ olun. Siz necəsiz? Yaxşı. Necə gedir oyun? Yaxşı olacaq. Yaxşı gedəcək. Yaxşı olacaq. Bəli. İlahə, Tibb Universitetində təhsil alırsınız. Bəli. Hansı ixtisas üzrə? Müalicə işi, tibb ixtisası üzrə. Amma buna baxmayaraq tarix də sizin diqqətinizi çəkən sahələrdən biridir, belə anlayıram ki. Çünki Damcılı mağarasında aparılan
arxeoloji qazıntıların şahidi olmusunuz. Bilmirəm, bura xüsusi turmu təşkil edirlər, yoxsa necəsə özünüz könüllü şəkildə qoşulmusunuz. Mənə şəxsən çox maraqlıdır. Mən çox istəyirdim ki, çəkiliş heyəti ilə orada olum və arxeoloji qazıntıların prosesin çəkilişində iştirak edeyim. Ona görə biraz danışım bu barədə. Mən özüm o kənddənəm, Daşsalahlı kəndindənəm. Yəni həmişə yay fəsllərində ziyarət etdiyimiz bir yer olub ora. Həqiqətən təbiətin qoynunda çox təravətli bir yerdir. Yəni məclislər təşkil olunurdu uşaq vaxtından xatırladım. Amma bir dəfə də gedəndə gördük ki, artıq həmişəki yer deyil və qazıntılar başlayıb orada. Maraqlandıq, bizə dedilər ki, Yaponiyadan alimlər gəliblər. Burada qazıntı işləri aparırlar və həqiqətən oranın tarixi də paleolit dövrünə qədər gedib çıxır. Yəni onlar da gəlib burada qazıntılar aparması bizi həqiqətən də həm sevindirdi, həm də təəccübləndirdi. Orada tapılan əmək alətləri də hal-hazırda oranın muzeyində sərgilənir. Yəni özünüz Qazaxdansınız. Necə? Bəli. Onda mən istəyirəm ki, düşünürəm ki, izləyicilərimiz üçün də çox maraqlı olar ölkəmizin bölgələrini gəzmək. Çox maraqlı yerlər var. Çünki Qazaxa getsək ilk görməli olduğumuz yerlər. Elə məhz oranı ziyarət eləyə bilərsiniz. Damcılı mağarası. Bəli. Daşsalahın özündə də başqa mağaralar da var. Daha sonra Göyəzən dağını gedib baxa bilərsiniz, məşhur Göyəzən dağımızı. Belə. Təşəkkür edirəm İlahə. Hər birinizə uğurlar arzulayıram. Vurğulamaq istəyirəm ki, artıq ikinci raunddayıq. İkinci raundda cavablarımızın da dəyəri 2 qat şəkildə artıb. Gəlin, raundun mövzuları ilə tanış olaq. Rəngli mövzu. Partiyalar mövzusunda oynayacağıq. Qardaşlar, balıqlar mövzumuz var. Qızıl güllər və anatomiya. Başlayaq İlahə sizdən. Anatomiya 80. Gözün qan damarları olmayan və göz mayesi vasitəsilə maddələr mübadiləsinin hesabına qidalanan hissəsi. İlahə. Buynuz nədir? Deyil. Bu gözün billurudur. Davam edək. Olsun. Qızıl güllər 80. 10-cu əsrdə müalicə üçün qızıl gül yağının distilləsini təsvir edən Tibb qanunları əsərinin müəllifi. İlahə. İbn Sina kimdir? Bəli, odur. Qızıl güllər 60. Həyat yoldaşı Lakşmi açılmış qızıl gül gönçəsindən yaranan ali Hind tanrısı. 108 ləçəkli gönçədən Vişnu tanrısının həyat yoldaşı yaranıb. Davam eləyək. Anatomiya 60. Stres və təlaşa cavab verən mavi ləkənin yerləşdiyi insan orqanı. İlahə. Beyin nədir? Əlbəttə ki, bu ləkə beyində yerləşir. Bəli. Davam edək. Anatomiya 100. Kupfer hüceyrələri qanla daxil olan bakteriyaları məhv edən daxili orqan. İlahə. Dalaq nədir? Deyil. Qaraciyər bizi belə qoruyur. Davam edək. Balıqlar 80. Milli yeməyi Qrenlandiya qütb köpək balığından hazırlanan, hakarlı olan dövlət. İlahə. Danimarka nədir? Deyil. Səməd. İslandiya nədir? Qrenlandiyanın yaxınlığındakı qütbyanı ərazilərdə balıqçılıqla məşğul olan İslandiyadan söhbət gedirdi. Bəli, davam edirik. Partiyalar 50. Daha doğrusu partiyalar 100. Rusiya Dumasına daxil ola bilmək üçün bir partiyanın yığmalı olduğu minimal səs faizi əvvəl 7% idi, indi daha azdır. Səməd. 5% nədir? Doğrudur. Davam edirik. Partiyalar 80. Vaxtilə Şərqi Pakistanda əsası qoyulmuş Avami Lig Partiyasının hal-hazırda fəaliyyət göstərdiyi ölkə. Səməd. Bangladeş nədir? 1971-ci ildə Şərqi Pakistan Bangladeş oldu. Bəli. Davam edək. Partiyalar 60. 4-cü sui-qəsdən sonra İtaliyada yalnız faşist partiyasını saxlayıb digərlərini qadağan edən siyasətçi. Nilüfər. Mussolini kimdir? Bəli, odur.
Rəngli mövzu 100. Məsədi Gəncəvinin gümüş xalça adlandırdığı təbiət hadisəsi. Səməd. Duman nədir? Yox. İlahə. Qar nədir? Bəli, o belə poetik şəkildə qarı təsvir etmişdi. Doğrudur. Rəngli mövzu 80. Molla İbrahim Xəlil kimyagərin gümüşə çevirməyə söz verdiyi metal. Səməd. Dəmir nədir? Yox. İlahə. Mis nədir? Doğrudur. Davam edirik. Qardaşlar 60. Şekspirin qardaşı Laertin 40 min qardaşdan daha çox sevdiyi xanım qəhrəmanı. Ən azından o, Şəhzadə Hamletə belə demişdi. Şekspirin Hamlet haqqında faciəsinin həmin qəhrəmanı Ofeliya idi. Davam edək. Qardaşlar 80. Bəxtiyar Qənizadənin həm baş qəhrəmanı, həm də onun qardaşı sahibi canlandırdığı film. İlahə. Qərib cinlər diyarında nədir? Doğrudur İlahə. Davam edək. Anatomiya 40. Uzun müddətə sağalan və Yunan əsatiri qəhrəmanının şərəfinə adlandırılan vətər. Səməd. Axilles vətəri nədir? Bəli, odur. Qardaşlar 100. Şah İsmail Xətainin qardaşı 1-ci Təhmasiblə hakimiyyət uğruna mübarizə aparan 3-cü oğlu. Qardaşlar arasında çəkişmə Səfəvi dövlətinə baha başa gəldi. Səməd. Əlvan Mirzə kimdir? Yox. Nəticədə 1-ci Təhmasib Əlqas Mirzəyə qalib gəldi. Davam edək. Qardaşlar 40. Biri tramvay fikrini ortaya qoyan, digəri isə Berlində ilk tramvayı işə salan qardaşların soyadı. Amma Gədəbəydə tramvaylarını görmək qismət olmadı. Səməd. Siemens qardaşları kimdir? Həm Berlin, həm də Gədəbəydə Siemens qardaşları işləyirdilər. Bəli. Partiyalar 40. Səməd. Bu dəfə siz şanslısınız demək olar, amma baxır bu şansı necə dəyərləndirəcəksiniz. 160 xal. 160 xal. Bəli. Niyə? Ürəyim elə istədi. Yaxşı, Səməd. Cavabı səsləndirəm sizin üçün. 1991-ci ilə qədər Britaniya Demokratik Solçu Partiyasının adı. Leyboristlər nədir? Sovet İttifaqının dağılmasına qədər bu partiya Kommunist Partiyası adlanırdı. Davam edirik. Partiyalar 20. Milli azlıqların hüquqlarını müdafiə edən Hüquq və Azadlıq Hərəkatı Bolqar Partiyasının saytının Bolqar və İngilislə yanaşı 3 dilindən biri. İlahə. Türk dili nədir? Bolqaristanın əsas milli azlıqları türklərdir. Bəli, türk dilindən söhbət gedirdi. Davam edək. Anatomiya 20 olsun. Əsasən dentindən ibarət olan sümük törəməsi. İlahə. Diş nədir? Odur. Balıqlar 60. Sırayla hər birinizin qarşısına çıxdı günün fürsəti. İlahə, nə fikirləşirsiniz? Sizin ürəyiniz nə istəyir? Nominalı oynamaq. Nominal oynamaq istəyirsiniz. Mənim xoşuma gəldi. O zaman İlahə günün fürsətinin cavabını sizin üçün səsləndirəm. Diqqətli olun. Yakutların balıqsıt adlandırdıqları insan. Balıqçı nədir? Bəli, yakutlar balıqçını belə adlandırırlar. Davam edirik. Qızıl güllər 40. Həm şeir yazmağı, həm də qızıl gül bağları salmağı bacaran Hindistanın fatihi. Səməd. Babur Şah kimdir? Böyük Moğol sülaləsinin banisi Zahirəddin Bağurun belə müxtəlif hobbiləri var idi. Bəli. Davam edək. Balıqlar 100. Bəzi balıq növlərinin 2 nəfəsliklər qrupuna aid olmasına səbəb olan orqan. İlahə. Ağciyər nədir? Doğrudur. Davam edirik. Balıqlar 40. Balıq yeməməyə qərar verən vegetarianlara verilən daha qısa ad.
Səməd, Vegan nədir? bəzi vegetarianlar balıq yeyir, amma əgər imtina edirsə, tam olaraq vegan olur, bəli. Davam edək. Qızıl güllər 100. UNESCO tərəfindən Suriyanın mədəni irsinə daxil olan bu qızıl gülə ad verən şəhər. Bu gül Dəməşq qızıl gülü adlanır. Qardaşlar 20. Həm Bakı, həm də Batumda elə məhz neft daşıma marşrutu üzrə muzeyi olan qardaşlar. Nilüfər, Nobellər kimdir? doğrudur. Qızıl güllər 20. 1453-cü ildə Qızılgül suyu ilə tamamən yuyulmuş məşhur məbəd. Səməd, Ayasofya məbədi nədir? yalnız bundan sonra Ayasofyanı məscid etdilər. Davam edirik. Balıqlar 20. Yapon rəssam Kitagawa Utamaro'nun rəsmində balığı incə şəkildə naz qəmzə ilə yeyən heyvan. Bu rəsmdə pişiyə balıq vermişdilər. Beləliklə, vaxt bitdi. Biz isə ikinci raundun sonunda xallarınıza nəzər yetiririk. Səməd, 300 xalla finaldasınız. Nilüfər, sizin isə 370 xalınız var. İlahə, siz isə 500 xalla finala keçid alırsınız. Qısa fasiləmiz olacaq. Fasilədən öncə mən finalda hansı mövzunu oynayacaq, bunu açıqlayacağım. Daha sonra isə sizin vaxtınız olacaq ki, hansı xallarınızla risk edirsiniz, bunu müəyyənləşdirəsiniz. Beləliklə, final raundunun mövzusu. Ağ mövzuda oynayacağıq finalda. Final raundunda qalibi müəyyənləşdirəcəyik. Əziz izləyicilər, həlledici məqam bugünkü 9-da 1 oyunun final raundu ilə yenidən efirdəyik. Belə ki, mən fasilədən öncə bugün oynayacağımız mövzunu açıqlamışdım və fasilə boyunca bizim iştirakçıların vaxtı oldu ki, hansı xalları riskə atırlar, hansı xallarla gediş edirlər, bunu müəyyənləşdirsinlər. Xatırlatma edim ki, əgər doğru versiyanı tapsalar, bu xallar hesaba əlavə edilir. Yanlış olduğu təqdirdə isə hesabdan çıxılır. Görək, bugünkü oyunun qalibi 3-də 1 final oyuncusu kim olacaq? Ağ mövzu cavab belədir. Moldovada ağ rəngi ifadə etmək üçün ak və biyaz sözlərindən istifadə edən xalq. 30 saniyəniz var. Beləliklə, vaxt bitdi. Gəlin, versiyalarınızı nəzər yetirək. Səməd, sizdən başlayırıq. Sizin versiyanı görək. Bu sözləri işlədən türk dilli qaqavuzlardır. Bəli, doğrudur. Səməd, hansı xalla gediş etmişdiniz? Nə qədər risk etmişdiniz? 300 xalla gediş etmişdiniz. Bu o deməkdir ki, Səməd 600 xalla oyunu tamamlayırsınız. Nilüfər, sizin versiyanı görürük. Qaqavuz yazmaq istəmişsiniz. Hansı xalla gediş etmişsiniz? 370 xalla gediş etmişsiniz. 740 xalla oyunu tamamlayırsınız. İndi əsas həll edici məqam. İlahənin versiyasını görək. Qaqavuz yazıb İlahədə. Doğru versiyadır və görək İlahə hansı xalla gediş edib. 101 xalla gediş edib. Bu o deməkdir ki, Nilüfər bugünkü oyunun qalibidir. 740 xalla. Nilüfər, sizi təbrik edirəm. Buyurun, səhnəyə.
Təbrik edirəm sizi bir daha. Ümumiyyətlə bizim 9-da 1 oyunlar düşünürəm ki, çox maraqlı oldu və davam etməkdədir. Çünki gözlənilməz nəticələr olur həmişə. Necə hiss edirsiniz Mən özünüzü? özüm də qalib olacağıma çox gözləmirdim. Rəqiblərimə təşəkkür edirəm. Çox belə gərgin oyun keçdi, yəni bu qədər hələ ki. Növbəti oyunlardan gözlənti nədir? Növbəti oyunlardan gözlənti indi bu turu keçmişəmsə istəyirəm ki, qalib olum, amma xeyirlisi necədirsə elə olsun. Sizin yadınızdadır bizə verdiyiniz söz. Bəli. Aha. Amma onu mən final üçün demişəm. Böyük final Böyük üçün. final Mən üçün. amma böyük final üçün deməmişdim. Mən bugünkü oyun üçün demişdim. Orada yanlış anlaşılma oldu. O zaman belə eləyək. Aha. Biz 3də 1 oyunda sizin səsinizi Okey. eşidəcəyik. Okey. Yaxşı? Oldu. Uğurlar sizə. Çox sağ olun. Mən isə vurğulamaq istəyirəm ki, böyük finalda bizim finalçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Bugünlük isə bu qədər. Bizi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə izləyirdiniz. Gələn həftə yenidən görüşmək ümidi ilə. Hələlik.